Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-a qədər uzadılır. Gürcüstanda azərbaycanlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib. Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evin mətbəxində qaz sızması nəticəsində baş verən partlayışda həlak olub. Belə ki, partlayış nəticəsində gənc qız ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlyad Dövlət Universitetinin Elm və İncəsənət Fakültəsinin Gürcü dili, İkinci dil kimi və inteqrasiya proqramı ixtisasının tələbəsi olub. Ağcabədidə 2 yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polisə məlumat verilmişdi. Bununla bağlı polis tədbir görüb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyatı üzrə təhvil veriliblər. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb. Bakıda ölümlə nəticələnən ağır qəza olub. 1997-ci il təvəllüdlü Nəsirov gecə saat 1 radələrində idarə etdiyi B7 markalı avtomobillə Türkan qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Qafarov Rauf Arifoğlunu vurub. Piyada aldığı xəsarətlərdən Sabunç tibb mərkəzində ölüb, faktla bağlı araşdırma işlərinə başlanılıb. TikTokda cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis tərəfindən saxlanılıb. Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs olunub.